Hörmətli qonaqlar, dəyərli müəllimlər, əziz tələbələr və ilk olaraq vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın valideynləri. Hər birinizi salamlayır. Bu mənalı tədbirə Mingəçevir Turizm Kollecinin məzunu, vətən uğrunda canından keçmiş Şəhid Fuad Xanişevin xatirəsinə həsr olunmuş film təqdimatı mərasimində hər birinizi xoş gördük. İlk olaraq, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Azərbaycan dövlət himni səsləndirilir. Mingəçevir Turizm Kollecinin direktor müavini Abbasova Aynura müəlliməyə verin. İlk öncə bütün qonaqlarımızı, tələbələrimizi, əziz analarımızı salamlayıram. 27 sentyabr 8 noyabr tarixləri arasındakı 44 gün ərzində Azərbaycanın demək olar ki, bir çox güşələrində, bir çox ailələrində qəhrəmancasına oğullarımızın öz həyatlarını itirdikləri bir gündür. Bu günlərin hər biri bizim üçün müqəddəs günlərdir. Demək olar ki, bu günlərin bir çoxunda Mingəçevir Turizm Kollecində tədbirlər planı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Məsələn, dünən Mingəçevir Turizm Kolleci kollektiv olaraq Qarabağa səfər təşkil eləmişdi ki, biz getdik, bizim qəhrəman oğullarımızın öz həyatlarını itirdikləri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçdiyi o torpaqları bir daha getdik, öz gözümüzdən gördük. Getdik, Cıdır düzünə səfər etdik, Cıdır düzündə o mənzərəni ki, biz gördük, oradakı bizim oğullarımızın o həyatlarını itirdikləri, o qayalıqları gördük. Doğrudan da bir daha gördük, hər birimiz. Yenə deyirəm, orada bizim yanımızda Azadə xanımdan başqa digər bir şəhid ailəsi yox idi. Yalnız Azadə xanım idi məsələn yanımızda. Amma orada olan hər kəs yaşlısından, qocasından,
yenə deyirəm, cavanından tutmuş hamı deyirdi ki, bizim oğullar doğrudan da qəhrəmandırlar ki, onlar əli yalın, onlar necə deyim, bu qayalıqları necə qalxıblar, necə onlar bu Şuşanı azad ediblər düşmənlər. Yəni doğrudan da o görüntülər bir möcüzədir və demək olar ki, heç kim orada da göz yaşlarını saxlaya bilmədi. Hamımız dünən həmən o mənzərədə ağladıq, hamımız bir daha şəhidlərimizi yad etdik, onların ruhları qarşısında baş əydik. Yenə deyirəm, 44 günlük bu günlər bizim hər birimiz üçün müqəddəs gündür. Çünki bir çox ailələr öz evladlarını itirdilər bu günlərdə. Əslində itirmədik, əslində biz qazandıq. Yenə deyirəm, bizim qəhrəmanlarımızın sayəsində biz öz ərazi bütövlüyümüzü qazandıq, biz öz suverenliyimizi qazandıq. Bugün tələbələrimizin çoxunu bura dəvət edəndə onlar çox böyük həvəsdən, çox böyük, üzr istəyirəm, doğru ifadə də olsa deyəcəm, canla başla gəldilər bu tədbirdə iştirak etməyə. Çünki bizim uşaqlar da vətənpərvər ruhda, demək olar ki, bunların bir çox dərsləri birinci anım günlərində xüsusilə dərslərin birinci saatları bizim vətənpərvərlik ruhuna həsr olunur. Uşaqlarımız üçün biz çalışırıq ki, şəhidlərimizin əziz xatirəsi onların yaddaşından silinməsin. Əlbəttə ki, silinməyəcək. Şəhidlərimiz çünki biz deyirik bu ifadəni ki, şəhidlər ölmür. Doğrudan şəhidlər ölmür. Şəhidlər Azərbaycanın işıqlı sabahında yaşayır. Şəhidlər Azərbaycanın dalğalanan bayrağında yaşayır. Çünki o bayrağı da dalğalandıran şəhidlərdir. Azərbaycanı xoş sabahlara çıxaran da şəhidlərdir. Bugünkü ərazi bütövlüyümüzün təmin olunduğu sizlərin bir ölkədə biz əgər rahat çalışa biliriksə, övladlarımıza təhsil verə biliriksə, bu onların sayəsindədir. Ona görə deyirik ki, şəhidlər ölmür. Və bugün biz Fuad xan Kişiyevin işığına yığışmışıq. Fuad xan Kişiyevin simasında bütün şəhidlərimizin demək olar ki, işığına yığışmışıq burada. Mən analarımızı bir daha salamlayıram. Onların qarşısında baş əyirəm. Bizim qazi tələbəmiz var burada. Mən onu salamlayıram. Yenə deyirəm, Allah qazilərimizə can sağlığı versin. Allah şəhidlərimizi öz cənnəti ilə onsuz da mükafatlandırır. Mən demirəm mükafatlandırsın, çünki onsuz da mükafatlandırıb. Allah bizə də onlara qovuşmağı nəsib eləsin inşallah. Onsuz da bu ömrü, yaşadığımız bu ömrü yenə deyirəm, nə qədər yaşasaq, nə qədər uzun yaşasaq da insanın gedəcəyi yer oradır, amma Allah bizi şəhidlərimizə öz cənnətində qovuştursun inşallah. Və bir daha hər birimizin qarşısında baş əyirəm. Fuad xan Kişiyev bizim ən sevdiyimiz, ən cəsarətli, ən şücaətli tələbələrimizdən biri olur. Yenə deyirəm, tələbələrimizdən biri olub, ona görə deyirəm ki, bizim bir neçə şəhid tələbəmiz var və onların hər biri bizim üçün dəyərlidir, hər biri bizim üçün əzizdir. Tələbəliyindən artıq hiss olunurdu ki, Fuad bir fərqli insandır. Çünki şəhidlər onsuz da seçilmişlərdir və onlar gəncliyindən də, uşaqlığından da hiss olunur ki, onlar fərqlidirlər. Və yenə bir daha demək istəyirəm, Fuadın artıq tələbəliyindən, bugün Muraz müəllim ondan danışanda, hələ də Muraz müəllim deyir ki, o tələbə vaxtından deyirdi ki, bir də mən Fuadın səsinə qulaq asmışam, bir daha onu da deyim, o səsində də deyir ki, biz bu ləkəni öz üzərimizdən təmizləməliyik. Şəhidlər öz qanları bahasına bizim torpaqlarımızı geri qaytarmaqla Azərbaycanın üzərindəki o ləkəni doğrudan da öz qanlarından təmizlədilər. Bugün onların hər birinin qarşısında baş əyirik, qazilərimizə can sağlığı diləyirik və əziz analar, bir daha sizi burada görməyə çox xoşdur bizim üçün. Hər birinizin əllərinizdən öpürəm. Sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm. İndi isə şəhid Fuad xan Kişiyevin xatirəsinə həsr edilmiş filmimizi izləyək. Bismillahirrahmanirrahim. Mərhəmətli və bağışlayan Allahın adıyla. Şəhidlik böyük bir zirvədir. Şəhid Allahın gözəl adlarından biridir. İnsan elə bir məqama uzanır ki, Allah öz adlarından bir adını həmin bəndəsinə verir. Bugünkü bir məzarın başında çəkilişimizi biz 44 günlük müharibə zamanı şəhid olan Fuad xan Kişiyev Şöhrətoğlu'nun həyatına həsr eləmişik. Şəhidimiz barəsində onun yaxınlarının dilindən izləyək. Şəhidimiz xan Kişiyev Fuad Şöhrətoğlu. İndi isə sözü Mingəçevir Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin sədri, şəhid Elçin Həsənovun anası,
İnarə Həsənovaya vermək istəyirik. Hörmətli tədbir iştirakçıları, əziz uşaqlarım, gözəl qəhrəman oğullarım, analar. Sahibə qızımın o söhbətindən sonra, o balasını həsrətlə gözlədiyindən sonra, o balasını qucaqladığından sonra, valla danışmaq çox çətindir. Həddindən artıq çətindir. O hissləri biz 30 il bundan qabaq görmüşük. Biz həmişə deyirik ki, Allah'ın müharib olmasın, heç bir ananın Allah'dan balanı anadan Allah ayırmasın. Elə bir zaman geçişti ki 30 illik ayrılıq devir bütün anaların arzusu, həsrətiydi. Bugün bizim Azərbaycan xalqı həmişə olduğu kimi burada da bizim oğullarımız dəliqanlı oğullardır. Bizim oğullarımız çok qeyrətli oğullardır. Vətənini, anasının, arasının qeyrətini çəkən oğullardır. O da ki, birinci yani bu oğulların qəhrəmanlığı, vətənpərvərliyi 1990-cı ildən başlayıb. Hər halda hər bir tələbə bunu yaxşı bilir. 19-bundan 20-bundan keçər, 90-da keçər. O saf insanların əli incirli tankın qabağına çıxdığı, o Rus və Rasiyanın 366 alayını şım-şım ərildiyi devirdən başladı. Onlar elə başa düşdü ki, Azərbaycan xalqı qorxaqdır. Azərbaycan xalqı bundan qorxacaq və biz nə desək onu da eləyəcək. Amma gördünüz ki, tarix sübut elədi ki, mən qeyd elədim ki, bizim oğullarımız çox vətənpərvər oğullardır, çox qeyrətli oğullardır və hamısı bir dəfəlik könüllü olaraq hamısı vətən sarayına getdilər. Amma o devirdə oğullarımız demək olar ki, əryalın vuruşurdular. Onda nə silah, nə güclü ordu, ümumiyyətlə Azərbaycanın yiyəsi yox idi. Sizdən heç biriniz görməmişsiniz bugünü. Hər halda valideynlərimizdən, nənəmizdən, babamızdan eşitmişsiniz. O devir çox xaos devri idi. O devirdə özbaşınalıq idi. O devirdə səriştəsiz rəhbərlər, o qara qüvvələr deyilir ha. O qara qüvvələrin nəticəsində əziz balalarım Azərbaycanı parçalamaq istəyirdilər. Hərə özü üçün bir xanlıq, bəylik yaratmaq istəyirdilər. Onlar üçün ancaq o devir, o zaman idi. Ona baxmayaraq, və qeyd etdiyim kimi, evli, uşağını qoyan, subay, fərqi yoxdur. Bütün qəhrəman oğullarımız ayağa qalxıb, 5 il, demək olar ki, 6 il, hətta 16-cı ilə kimi bizim balalarımız ermənilərlə üzrə əryanı vuruşdular, torpağını qorudular. Bəlkə də 1-ci Qarabağ müharibəsi olmasaydı, o müstəqillik devrində 30 mindən yuxarı uşaqlarımız şəhid olmasaydı, heç bir Azərbaycan yox idi. Heç bugün biz yox idik. Yəni bu danılmaz bir tarixdir. Bunu unutmaq olmaz. Nə qədər unutulan xalq olsaq da, tarixin heç kimin ixtiyarı yoxdur unutsun. Neçə illər unutmuşuq deyə, 1905-ci ildən da 20-ci ilə kimi, bax bizim başımıza ermənilər tərəfindən belə bəlalar gəldi. Belə torpaqlarımız ildən ilə parçalandı. Amma çox şükürlər olsun ki, bildiyiniz kimi, veteran prezidentimiz İlham Əliyev cənabları devlət başına gələndən sonra özünüz də gördünüz ki, 30 il o müddəti hər birimiz deyirdi ki, yaşlı, cavan, Qarabağ alınsaydı Qarabağa gedərdik. Oranı ziyarət edərdik, baxardıq. Amma 30 il prezidentimiz, əziz balalarım, onlar güclü, nizamlı, intizamlı orada yaratmaq bugünkü qəhrəmanlarımız kimi, o anaların qəhrəman balaları kimi. O elə belə işləyir, 30 il bir ilinin ömrüdür. Ən güclü texnikalar alındı. Devlətin büdcəsinin demək olar ki, ən çoxu gedir də ancaq silahların alınmasına, ancaq texnikanın alınmasına. Və xalqımız da dəstəklədi prezidentimizi. Prezidentimiz də xalqla bir oldu. Allah
ordumuza can sağlığı versin. Ama orada var ki 33 bindən yuxarı, 3500'den yuxarı oğlanlarımız qəhrəmancasına şəhid oldular. Onlar o erməni tapdağı altında olan torpaqları qanı bahasına onlar aldılar. Bugün biz anaların həsrətiyle gözlədiyi 30 il evlatlarımızın töküldüyü torpağı ziyaret ediyə gəl bilmirdik. Bax bu gözəl oğlanlarımın qəhrəmanlığı sayəsində biz bu torpaqlara gittik. Bugün de gedirik. Görürsünüz orada soylar, evler, yaşayış, her bir şey çok yüksek seviyedədir. Özü de fikir verirsiniz gelir. Verdiğiniz cevap yok. Siz bunu günde görürsünüz, günde işlirsiniz ve kitaplarında da okursunuz. Hatta Muharrem Tarım səhərsi günü Qarabağ toprağında çok güçlü işler gitti. Orada gitti, güçler gitti. Birinci şırğı, yolu, hamısı. İndi de ki Allah'a şükür her şey feravan yaşayır. Ve həmin qəhrəman oğullarımız, mən yenə deyirəm, bu oğullarımızın birisi, Bəhdi Müsaqibə ana danışıqca, bu mənim ana yox, mənim qızımdır. Burada gözəl analarım da var. Baxmayaraq ki, yaşlı mən onlardan böyüyəm. Amma hamısı mənim anamdır, bacımdır, qızımdır. Bir təsəvvür eləyin ki, hər bir ana oğluyla danışır. Üzrə danışmasa da yuxuda görür, yuxuda danışır. Ve biz analar da həmişə bu oğullara hər gün Silvirlərlə oturur, İlham Əliyev cənablarını görürdü ki, bugünlərin bir şad xəbər deyəcək. Şad xəbəri eşidirdik, amma çox təəssüflər ki, səhəri şəhidlər xəyabanına gedirdik. Orada anaların ahı-naləsini biz təkrarən görürdük, təkrarən eşidirdik. Bu çox ağırdır, əziz balalar. Birincisi hamımızı Allah korusun. Allah'ımızın böyüklüğü hiçbirimiz yoktur. Hayatta Azerbaycan halkının köyde Allah'ı yedek milleti var. Başka bir özü de görürsün hiçbirimiz yoktur. Balaca bir ülkeydi. Ama devletimiz her zaman özünün aklı ve harcı siyasetiyle devletimizi saklıyor. İstemiz ki bir de muharebe olsun. İstemiz ki İran özümüzden bir daha anaların gözü yaşlı kalsın. Bir daha bugün burada çıkışıyla sahibi ana kimi, anaların cavan anadır. Onların gözü yaşlı kalmasın. Allah Teala cem şehirlerimize, bu kazilerimize kömür olsun. Şehirlerimize dünya kadar cennet yok. Onu da cennettiler. Onlar bir şey dediğim, bilmem şey deyirəm. Şimdi burada ilahətçi oğlum otururdu. Ama ona bakmayarak, bu benim ana kimi qəlbimdən keçəndi, bir vətəndaş bir gecəmdi. Ben her zaman deyirəm, bu əsrin, o yüzünü görmediğimiz imamlarımızın, peygamberlerimiz biz görmemişik. Bugün de o tarihi biz yazar. Ama bu əsrin imamı da, peygamberi de, ziyaretkarı da bak şehitlerimizdir. Odur ki, şehitlerimiz ne kadar Azerbaycan halkı var, ne kadar yaşayırız, hiçbir zaman unutulmayacak, unutula da bilmez. Çünkü şehitlik büyük zirvedir, şehitlik uca zirvedir. Bakın əziz balalar, her bir evde uşağa ad koyurlar. Her bir ad, Məhəmməd, Əli, Nəbim Hüseyin, bir adlar çok olur. Ama görün bir tane uşağa şehit adı koyulurdu mu? O koyulmaz. Çünkü o şehit Allah Teala tarafından Necədir? En uca bir adıdır. O ada bəndər yoktur. Allah öz seçtiğini, öz sevdiği bəndələri şəhid edir. Ben geçen dəfə də Nurların çıxışında ben 20 ildə komisarlıqdaydım. İnanın ki ne kadar oğullarımız gelmişti seferberine gitsinler muharebeye. İğne atsa yere düşmezdi. Ama kurban olduğum görün nedir? Bak bu uşaqlarımızı seçtiler. Demek bu şehitlerimiz Allah'ımızın en bile sevdiği, yarattığı, dünyaya getirdiği şehit balalarımızdır. Qəhrəman balalarımızdır. Allah Teala qazilərimizi kömürsün, şəhidlərimizi bəxtin, onu da cənnətlikdir. Analara da ancaq səbir diləyirəm. Yerde kalan kimleriniz varsa onların hoş günlerini görək. Sizlerin her birinize ben bir nene kimi deyirəm. Hoş günler kısmet olsun. Allah Teala atanıza, ananıza gözü dolu versin. Ama her bir oğul əskəriyə gitmelidir. Əskəride vicdanla da iştirak eləməlidir. Vicdanla vətənini, bax bu qəhrəmanlarımızın aldığı torpaqları davamsız olarak torpaqlarımızı göz bəbəyi kimi korumalıdır. Sağ olun. Şimdi kimse göremeyecek.
İndi isə sözü Bir Məzarın Başında layihəsinin rəhbəri Cavid Əlabdara vermək istəyirik. Dəyərli şəhid analarına, hörmətli müəllimlərimizi, əziz tələbələri salamlayırıq. Hər bizdən Allah razı olsun ki, bugünkü məclisdə xüsusilə şəhidimiz Fuadın adına təşkil olunan bir məclisdə iştirak edirsiniz. Bizim bu layihəmiz artıq 4 ildir ki, fəaliyyət göstərir və İrani xanımın da qeyd elədiyi əsasən şəhidlərimizə fərq qoymadan, istər 1-ci Qarabağ döyüşləri zamanı, istər aprel döyüşlərində, həmçinin 44 günlük zəfər müharibəsində antiterror şəhidlərimiz, itkin olan, məzarı olmayan belə şəhidlərimizin biz çəkilişlərini edirik və silsilə olaraq o filmlər nümayiş olunur və inşallah bu layihə yekunlaşanda Mingəçevirin bütün şəhidlərini çəkmiş olacaq. Allahdan elə sizin də dualarınızla istəyirik ki, inşallah Allah nəsib eləsin ki, bizə ömür versin, bu layihəni sonsuza yekunlaşdıra bilək və Mingəçevirin bütün igid qəhrəmanları və Mingəçevirin bu layihəsi Azərbaycanda heç bir bölgədə yoxdur. Azərbaycanın heç bir bölgəsində bu qədər şəhidlər çəkilmir və mən burada Turizm Kollecinin rəhbərliyinə, Kamal müəllimə çox təşəkkür edirəm. Samirə müəlliməyə, Aynurə müəlliməyə ki, onlar bizim tədbirlərimizdə də, Gənclər Evinin tədbirlərində də tələbələrin iştirakını təmin edirlər. Və hər zaman anlarına deyirəm, bugün Sabirə xanım da istədi ki, çox şəhid analarımızı incitməyək, yoxsa burada şəhid ailələri belə buranı doldurmağa qadir idilər. Dedi ki, qoy gənclərimiz şəhidlərimizi tanısınlar. Çünki xüsusilə Turizm Kolleci bildiyiniz kimi Şəhidlər Xiyabanına yaxın yerləşir və əziz tələbələr adətən oradan keçirlər. Artıq bugün Fuadın tədbiri oldu və tələbələrimiz Fuadı mən belə başa düşürəm, az da olsa tanıdılar və artıq onun məzarın yanından keçərkən bir qədər əyaq saxlayıb, tanımayan, bu tədbirdə iştirak edəməyən hansı bir tələbə yoldaşına, dostuna da deyəcək ki, məsələn, bu bizim Turizm Kollecinin tələbəsi olub. Zaten elə Turizm Kollecinin daxil olarkən bizi Şəhid Fuadın şəkili qarşılayır. Bayaq Elton da elə o nüansa toxundu. Mən rəhbərliyə təşəkkür edirəm, sizlərə əziz müəllimələr. Çünki o tədbirlərdə də həm Mingəçevir Dövlət Universitetinin tələbələri, Turizm Kollecinin tələbələri iştirak edirlər. Bugün müxtəlif bölgələrdən burada tələbələr iştirak edir və mən belə başa düşürəm ki, onlar öz bölgələrinə bu təhsili yekunlaşdırıb qayıtdıqları zaman şəhidlərimizdən, Mingəçevirin igid qəhrəmanlarından da öz bölgələrində söhbət açacaqlar və tanıtdırılacaq. Və şəhid ailələri, anaları ən çox onu istəyir ki, balaları haqqında danışılsın, kitablar yazılsın. Fuad haqqında kitab da yazılıb, burada təqdimatı da olub. Bizim, mən unutmuşam, ya Samirə müəllimədən, ya Aynurə müəllimədən xahiş eləmişdim ki, bizim müsabiqəmiz də keçirilir, layihəmizlə bağlı ki, bunlar YouTube-da yerləşdirilir. Suallar tərtib olunmuşdu və 3 tələbə Turizm Kollecindən qalib gəlmişdi. Lətrə birinci seçilmişdi. Yenə də o müsabiqəmiz davam edir. Uşaqlar qoyun belə şeylərlə məşğul olsunlar ki, tələbələr şəhidlərin həyatını öyrənsinlər, onları özlərinə nümunə götürsünlər, onlardan qeyrət öyrənsinlər, onların vətənin, mən hər zaman deyirəm ki, şəhidlərimiz çox uzun-uzaq danışmaq istəmirəm, yaşamağa ən layiq oğullar idi. Bugün çoxsu subay oldu, öz canlarını fəda elədilər, ailə həyatı qurmadılar. Bəziləri öz övladlarını yetim qoydular ki, bizim övladlarımız yaxşı yaşasınlar. Fuadın dediyi kimi alnımızdakı o ləkəni təmizlədilər. Mən bir ayəni demək istəyirəm, çünki ixtisasla bildiyiniz kimi mən ilahiyyatçıyam. Bu ayə Quran-ı Kərimdə hər zaman biz şəhidlik barəsində bu ayədən danışırıq ki, Allah Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim və lə təhsəbənnəl-ləzīnə qutilu fi səbilillah ənvətən bəl əhyəun ində rabbihim yurzəqun. Bu ayəni deyirik, hamı da əzbər bilir ki, şəhidlərə ölü deməyin, onlar Rəblərinin yanında ruzi yeyirlər. Orada bir kəlmə var, ona işarə eləmək istəyirəm ki, elə təfsirində də alimlər qeyd edirlər. Allah Quranda demir ki, şəhid cənnət əhlidir. Allah demir cənnətdədir şəhid. Deyir ki, İndə Rabbihim yurzəqun. Şəhid
Rəbbinin yanındadır. Yəni o cənnətdən də uca bir məqamdır. Yəni onu göstərir ki, hətta şəhidlik ki, məsələn, cənnətdə peyğəmbərlər var, imamlar var, alimlər var, siddiqlər var, mömin bəndələr varsa, amma deyir ki, şəhid o qədər mənə yaxındır ki, mənim yanımda. İndi o nə məqamdır, o necə bir dərəcədir, onu Allah özü bilir ki, ində Rabbihim, yəni Allahın yanı nə deməkdir? O şəhid anasına da bir təsəllidir ki, müvəqqəti ayrılıqdır. Gec-tez onsuz hər birimiz bu dünyadan köç edib gedəcəyik. Bu oğullarımız kimi yaşayaq ki, bu vətən bizə əmanətdir. Bundan belə ki, həyatımızda da inşallah Allah şəhidlərimizə ruhunu şad eləsin. Allah hər birinizdən razı qalsın. Çox təşəkkür edirəm ki, yəni elə o şəraiti də yaratdınız ki, bizim filmimiz də burada nümayiş olundu və tələbələrdən çox xahiş edir ki, anaların dilindən desək, Mingəçevir Dövlət Universiteti tələbələrindən bunları xahiş eləmirik. Turizm kollecindən daha çox xahiş edir, çünki orada ən çox siz keçirsiniz. Keçdiği zaman qıraqdan yox, şəhidlərimizi ziyarət edərək keçin. Orada bir ana gəlir. Keçirlər, bəli, keçirlər. Yox, ümumiyyətlə deyirəm də, yəni keçərkən analarımızla görüşün. Onlar elə o şeyi sevirlər. Yəni ki, onlar da yad olunanda daha çox ömürlərinə bərəkət gəlir. Allah hər birinizdən razı olsun. Bugün biz bir daha şahid olduq ki, şəhidlərimiz ölmür. Onlar xalqın daim yaddaşındadır. Ürəklərimizdə əbədi yaşayırlar. Bu film və bu bədii tədbir vətən sevgimizin, igidliyin və mərdliyin təcəssümüdür. Bu tədbirə qatıldığınız üçün hər birinizə təşəkkür edirik. Sonda isə şəhid Fuad Xankişiyevin anasına söz vermək istəyirik. Yəni Turizm Kolleci öz şəhid tələbələrinə çox gözəl xidmət edir. Mən bu neçə illərdən bu təəssüfatlı tədbirlər olub burada, neçə də şəhidlərin tədbirləri orada görürəm ki, Turizm Kollecinin şəhid tələbəsi az deyil. Mən Kəmal müəllimin statuslarında görürəm. Çoxdur şəhid tələbələr. Çox gözəl dəyər verirsiniz tələbələrinizə. Yerdə qalan bütün tələbələrə, hamınıza xeyirli, bərəkətli ömür arzu edirəm. Allah hamınızı qorusun. Bu alınmış torpaqlarda oxuyun, girin alınmış torpaqlarda gözəl həyat qurun. Girin alınmış torpaqlarda belə işləyin, yəni işlədiyiniz, oxuduğunuz təhsilinizi orada davam edin. Orada şəhidlərimizin ruhuna dualar edin ki, o gözəl torpaqlarımızı sizin üçün alır. Hər sizin üçün, bütün Azərbaycanın gələcəyi üçün. Sağ olun. Allah'ın Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sonda bir xatirə şəkili çəkdirirsən.